Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə Səfəvilər Ərdəbil hakimliyi, eyni zamanda Səfəvilər dövlətin yaranması haqqında danışacağıq. Yazmışıq Şeyx Səfiəddin Əl-İshaq. Bəli, bax bunun adı ilə bağlı idi. Mənbələrdə biz bunu müqəddəs biri, türk biri kimi adlandırırdıq. Dedik nə baş verdi? Monqol istilası oldu. Əvvəlcə Monqollar köçəri bütpərəst idi də. Zaman keçdikcə artıq bunlar nə etdilər? İslam dinini qəbul edirlər, amma sünniliyi qəbul eləmişdi Qazan xan. İslam dinini qəbul edirlər, amma sünni təriqəti idi də onlarda. Bu Ərdəbillər də, Səfəvi Dərviş ordeni də, bunlar da şiəliyi təbliğ edirdilər. Çünki dedik ki, 13-cü əsrdə yarandı Səfəvi Dərviş ordeni. Nə deyirdi? Bunlar deyirdilər ki, bütün bu problemlərin hamısının kökü nədədir? Həmin bu sünni idarəçilərin əlindədir. Yəni bu sünnilər olmasa, biz olsaq, bütün bu baş verən proseslər düzələcək. Deyirik ki, əsas bizə Şeyx Cüneyd lazımdır ki, 1447-1460-cı illərdə hakimiyyətdə olmuşdu. Baxırıq görək 1447-1460-cı illərdə Azərbaycanda hansı dövlət mövcud idi? Qaraqoyunlu dövləti. 1410-dan 1468-ci ilə kimi mövcud olur da. 1447-dən 1460-a qədər də kim idi? Qaraqoyunlu Cahanşah idi hakimiyyətdə. Deyirik, neyinir bu Şeyx Cüneyd? Əvvəlcə başlayır sünnilərə qarşı da fəal, necə deyirlər, təbliğat aparır. Eyni zamanda müəyyən türk tayfaları var idi həmin vaxt. Zülqədər idi, Əfşarlar, Qacarlar, Ustazlı, Təkəli, Rumlu, Şamlı. Bu tayfaları öz ətrafında birləşdirir. Və artıq Cahanşah görür ki, bunun nüfuzu artır. Dövlət içərisində bu dövlət yarada bilər. 1449-cu ildə, bəli, tayfalar tərəfindən çəkdi, yazmışıq. 1449-cu ildə Şeyx Cüneyd Ərdəbili tərk etdi. Bəli, Cahanşah WhatsApp-da buna yazır ki, təcili Ərdəbili tərk et. Bu da görüldü atır. Bəli, və Ərdəbili tərk edir. Hara gedir? Misirə, Suriyə, Mesopotamiya gedir, orada öz tərəfdarlarının sayını artırır və hətta qayıdır gəlir. Həmin vaxtı düşmənləri kim idi Qaraqoyunların? Ağqoyunlular. Deyir, düşmənimin düşməni mənim dostumdur. Gəlir Ağqoyunlularla ittifaq qurur. Hətta Ağqoyunlu həmin vaxtı feodal bəyliyinin başında kim vardı? Həsən bəy var idi. Həsən bəyin bacısı Xəccə Bikə ilə evlənir. Yəni Ağqoyunlu Səfəvi ittifaqını möhkəmləndirir və deyirik 1460-cı ildə Dağıstana, Şirvana yürüş edir. Bəli, həmin vaxtı Cahanşah bu birinci Xərullahla, yəni Şirvan hökmdarı ilə ittifaq bağlayır və Samur çayı sahilində döyüşdə deyirik Şeyx Cüneyd öldürüldü. Şeyx Cüneyd öldürəndən sonra kim gəlir ki, onun yerinə? Onun oğlu Şeyx Heydər gəldi. 1460-1488-ci illərdə. Bəli, deyirik ki, bu da hətta Həsən bəyin qızı ilə evlənir. Aləmşah bəyimlə evlənir. Yəni qohumluq münasibətlərini nikah diplomatiyası yazmışıq. Möhkəmləndirir. Hətta bax belə bir sual düşə bilər. Bu Səfəvi muridlərində, yəni sufi dəstələrini hərbi qaydada kim təşkil eləmişdi? Bu Şeyx Heydərin adı ilə bağlıdır. Hətta deyirik ki, Həsən bəyin köməkliyi ilə, Həsən Padşahın köməkliyi ilə 1470-ci ildə Səfəvi ordeninin irsi taxtına əyləşdi. Həmin bu Şeyx Heydər. Hətta 1483, 87, 88-ci illərdə Şimali Qafqaza, Dağıstana yürüşlər eləmişdi. Nə oldu? 1488-ci ildə, burada dayanırıq görək hansı proses baş verdi. Həmin vaxt 1488-də Ağqoyunlu dövləti mövcud idi. Ağqoyunlu dövlətdə kim idi hökmdar? Yaqub padşah idi. Həsən padşahın oğlu Yaqub padşah. Və Yaqub padşah görür ki, bunların yenə də nüfuzu artır. Yəni artıq bunlar yeni dövlət yaradacaq. Ona görə də gedir Fərrux Yasarla ittifaqa girir. Deməli, bir tərəfdə Ağqoyunlu Yaqub padşahla Fərrux Yasardır, bir tərəfdə də Səfəvi Dərviş ordeninin rəhbəri Şeyx Heydərdir. 1488-ci ildə Şahdağ döyüşündə, bəli, deyirik nə baş verdi? Həmin Fərrux Yasar və eyni zamanda onun müttəfiqi birləşib bunları məğlubiyyətə uğratdı. Hətta ondan sonra Yaqub padşah nə edir? Götürür Ərdəbili ələ keçirir, həmin o muridlərə divan tutur. Hətta Sultanəlidir, İbrahimdir, İsmaildir. Bunlar Şeyx Heydərin oğlanları idi. Eyni zamanda öz bacısı Əlamşah bəyim idi. Onlar da İstaq qarasında əsir kimi saxlayır. Nə vaxta kimi? 1488-dən 1492-ci ildə qədər. İndi deyirik ki, bu İbrahim ölür az yaşlı olanda. İsmailin də hələ bir yaşı var idi həmin vaxtı. Sultanəli idi əsas. 1488-dən 1494-ə kimi, yəni Səfəvi Dərviş ordeninin başında Sultanəli olur. Amma Sultanəli həmin vaxtı İstaq qalasındaydı. Deyirik, nə baş verdi, nə proses baş verdi. Həmin vaxtı yenə də Ağqoyunlu dövləti mövcud idi. Ağqoyunlularda Rüstəm Mirzə gəlir hakimiyyətə. 1492-ci ildə
Bu Sultanəlini İstaq qalasından azad edir. Çünki nə etmək istəyirdi? Özünə dəstək lazım idi. Hakimiyyət ələ almışdı. Ona qarşı müəyyən çıxışlar var idi. Onları yatırtmaqdan ötürü Sultanəlinin köməyindən istifadə edir. Onu Ərdəbilə qaytarır, müstəqil hakim kimi tanıyır. Lakin görür ki, bunun yenidən nüfuzu artır. Ona görə də keçmiş müttəfiqlər, yəni Rüstəm Mirzə ilə Sultanəli 1494-cü ildə Şəməsi döyüşü baş verir aralarında. Həmin döyüşdə Ağqoyunlu hökmdarı Rüstəm Mirzə neynədi? Sultanəlini məğlubiyyətə uğratdı və öldürdü. Hətta deyirik ki, Ərdəbili tutdu və Səfəvi muridlərinə mübarizə aparmağa başladı. Aha, Şeyx İsmaildən danışacağıq. 1494-dən 1501-ci ilə qədər də bu olmuşdu Səfəvi Dərviş ordeninin başında. Deyirik, neynədir? 1499-cu ildə artıq Ağqoyunlu dövlətində qarışıqlıq idi. Əfhər sazişi imzalanmamışdan əvvəldə hakimiyyət uğruna mübarizə gedirdi. Həmin vaxt Lahicanla gəldi Ərdəbilə. Həmin vaxt İsmailin əsas vəzifəsi nə idi? Səfəvi muridlərini bir tərəfə yığmaq və Azərbaycandakı siyasi hakimiyyəti ələ keçirmək istəyirdi. Deyirik, hətta hərbi qüvvə toplanmaqdan ötürü Şərqi Anadoluya, Ərzincana getdi və 1500-cü ildə Ərzincan müşavirəsi keçirildi. Həmin müşavirədə muridlər yığıldı. Dedilər, əsas zərbəni hara vuraq? Ağqoyunlara yoxsa Şirvanşahlara. Fikirləşdilər ki, biz Ağqoyunlular üzərinə gəlsək, yəni bura gəlsək, iki yerə bölmüşdü Ağqoyunlular. Biz üç müttəfiqlə qarşı-qarşıya çıxacaq. Yəni bura gəlsək, şimaldan Fərrux Yaşar gələcək, cənubdan da Murad Mirzə gələcək. Ona görə də əsas zərbəni Şirvana vurmağı qərarı aldılar və deyirik 1500-cü ilin payızında Cabani döyüşü baş verdi. Həmən döyüşdə Gülüstan qalası yaxınlığında deyirik Şeyx İsmail atasının qisasını aldı. Yəni Fərrux Yaşarı məğlubiyyətə uğratdı və Şamaxını tutdu. Ardınca 1501-ci ilin yazında Bakı qalası ələ keçirilir və Şirvanşahların xəzinəsinin yarısı da bu zaman bunlar tərəfindən tutulur. Xəzinənin yarısı da hardaydı? Gülüstan qalasındaydı. Gülüstanı mühasirə yarır, lakin Gülüstanı tuta bilmir. Həmin vaxtda xəbər gəlir ki, Ağqoyunlu Əlvət Mirzə Təbrizdən 50 min ordu ilə sənin üzərinə gəlir. Ona görə də öz muridlərinə deyir, sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı lazımdır. Zaten bunlar Şirvanşahları məğlubiyyətə uğratmışlar, amma hələ ki asılı vəziyyətə salmaq söhbəti yoxdur burada. Gülüstan qalası dururdu. Muridlər deyir ki, biz Azərbaycan taxtı lazımdır. Bəli, 1501-ci ildə, bir dəqiqə dəyişək, 1501-ci ildə Şeyx İsmaillə, yəni Şah demir ya hələ ki, Şeyx İsmaillə Əlvət Mirzə arasında Şərur döyüşü baş verdi. Bəli, deyirik, burada düzdür ki, Şeyx İsmailin ordusu az idi. 12 minlik bir ordu ilə 50 minlik ordunun qarşısına çıxmışdı. Lakin orada sərkərdəlik məharətini göstərdi və Ağqoyunların birinci qolunu süquta uğratdı. Yaxşı, Qızılbaşların qələbə qazanmasının səbəbi nə idi ki, az bir ordu ilə böyük orduları məğlubiyyətə uğradırdı? Çünki muridləri, yəni bu Səfəvi muridləri, davamçılar nə idi? Öz hökmdarlarından ötürü, öz şeyxlərindən ötürü ölmə belə hazır idilər. Və eyni zamanda deyirik, Qızılbaşlar mənəviyyatca mətin idilər, güclü idilər. Ona görə də bunlar az ordularla böyük qələbələr qazanırdılar. Deyirik, 1501-ci ildə Şeyx İsmail daxil oldu Təbrizə və özünü şah elan elədi. Paytaxt daha olur 1501-ci ildə 1555-ci ilə qədər Təbriz oldu. 1503-cü ildə məşhur Almabulağı döyüşü baş verdi ki, biz dedik axı Əbhər sazişinə əsasən Ağqoyunlu dövləti iki hissəyə bölünmüşdü. 1501-də Şərur döyüşündə birinci qolu Əlvət Mirzə məğlubiyyətə uğradılır. 1503-cü ildə isə ikinci qolu məğlubiyyətə uğradılır. Bu dəfə deyirik, hətta Şah İsmailin 12 minlik ordusuna qarşı Sultan Muradın 70 minlik ordusu gəlmişdi. Yəni bu zarafat məsələ deyil də, 12 minlik bir ordu ilə 70 minlik ordunu ağır məğlubiyyətə uğradır. Hətta Murad Mirzə döyüş meydanından qaçır. Və bununla da deyirik, Ağqoyunlu dövlətinə tamamilə son qoyuldu. Bu son qoyulandan sonra İranın mərkəzi şərq əyalətlərdə ələ keçirildi. Hətta 1506-1508-ci illərdə hansı ərazilər ələ keçirdi? Şərq Anadoludur, eyni zamanda Ərəb İraqını tutdu. Bundan sonra 1510-cu ildə Dərbəndi, yəni Dərbənd tam Dərbənd deməkdir. Dərbənddir, eyni zamanda Şirvan ərazisidir, Dağıstan ərazisidir. Yəni bu ərazilər tabe edildi. 1510-cu ildə
məşhur Mərv döyüşü baş verdi. Kimdən kimin arasında? Bir tərəfdə Səfəvi hökmdarı Şah İsmayıldır, bir tərəfdə də Özbək hökmdarı Şeybani xan idi. Deyir Şeybani xanı ağır məğlubiyyətə uğratdı və Amudəryəyə qədər olan bütün Xorasan ərazisini ələ keçirdi. Sual düşə bilər, Səfəvi dövləti nə vaxt geniş ərazili imperiyaya çevrildi? Deyir ki, Mərv döyüşü nəticəsində geniş imperiyaya çevrildi və deyirik torpaqları Amudəryadan Fərata qədər, yəni bax bu Amudərya çayından Fərat çayına qədər olan geniş bir əraziləri əhatə etməyə başladı. Yaxşı, bundan danışaq. Deyirik ki, siyasi sistemidir, inzibati quruluşudur, idarə etmə sistemidir. Bunlar haqqında da qısa məlumat verir. Məsələn, bundan əvvəl hansı dövlətlər var idi? Qaraqoyunlu və Ağqoyunlu dövlətləri var idi. Deyirik ki, siyasi quruluşu Ağqoyunlu və Qaraqoyunlu dövlətinə oxşasa da ondan fərqli xüsusiyyətləri vardı. Məsələn, Ağqoyunlu və Qaraqoyunlu dövləti mərkəzləşdirilmiş dövlət deyil idi. Amma Səfəvilər dövləti mərkəzləşdirilmiş dövlət idi. Eyni zamanda Ağqoyunlu və Qaraqoyunlu dövləti teokratik deyil idi. Teokratik birlikdə biz nədir? Dinə əsasən idarə olunan, məsələn, Vatikan, İran, Pakistan hal-hazırda teokratik dövlətlərdir. Bəli, bunlarda əsasən teokratik xüsusiyyət idi. Çünki şah həm dünyavi işlərin başındaydı, həm də dini işlərin başında dururdu. Yəni qeyri-məhdud hakimiyyətə malik idi bu öz yerində. Deyirik ki, idarə etmə sistemində nə idi? Birinci şəxs şah idi. Şəxs nə işə baxırdı? Heç nə, qeyri-məhdud hakimiyyətə malik idi. Yəni bütün proseslər bunun əlində idi. Həm dünyəvi işlərə baxırdı, həm də ali dini işlərə baxırdı. Amma Ağqoyunlu, Qaraqoyunlu elə deyil idi də. Biz dedik axı onlarda dini işlərə başqa adamlar baxırdı. İkinci şəxs kim idi? Şahdan sonra vəkil gəlirdi. Bəs Ağqoyunlu, Qaraqoyunluda ikinci şəxs kim idi? Əmrəl-Ümarə idi də. Bunlardan da vəkil idi. Deyirik ki, şahın dünyəvi və dini işlərinə baxırdı. Yəni tam hüquqlu müavini idi şahın. Səfəvilərdə bəs üçüncü şəxs kim idi? Əmrəl-Ümarə. Əmrəl-Ümarə də bəli, düzdür ki, Ağqoyunlu və Qaraqoyunlularda ikinci şəxs idi. Burada üçüncü şəxs olmağına baxmayaraq gördükləri iş eyni idi. Ordunun baş komandanı idi. Əmrəl-Ümarə. Dördüncü şəxs kim idi? Vəzir idi. Əsasən deyirik mülki və mali işlərinə baxırdı. Yəni mədaxilə məxaricə nəzarət edirdi də, belə deyək. Bəs yaxşı, vəqif işlərini kim idarə edirdi? Dini idarələr kim başçılıq edirdi? Sədr-Əzəm. Elə sədr desək bəs eləyir. Bəs yaxşı, belə bir sual düşdü ki, çərik dəstəsinə kim başçılıq edirdi? Çərik adlı dəstələr var idi də, deyirik ki, atlı dəstələr idi. Ona qorçubaşı başçılıq edirdi. Məhkəmə işlərinə qazı baxırdı. Məsələn, kəndləri kətxuda idarə edirdi, şəhərləri kələntər idarə edirdi, şəhərlərdə olan o asayişi darğa qoruyurdu. Məncə bu qədər kifayət edir. Elə bunları bilsək bəsdir. Eyni zamanda başqa biz nə deyə bilərik? Məsələn, Səfəvi dövlətinin bölündüyü bəylərbəyliklərdən danışa bilərik ki, 4 dənə bəylərbəyliyə bölünmüşdü də. Qarabağ bəylərbəyliyi idi ki, onun mərkəzi Gəncə idi. Eyni zamanda Şirvan bəylərbəyliyi var idi ki, mərkəzi Şamaxı idi. Çuxursət bəylərbəyliyi var idi ki, mərkəzi İrəvan idi. Təbriz bəylərbəyliyi var idi ki, mərkəzi Təbriz idi.